Soruşursunuz ki, ev halında cadudan tilsimdən necə təmizlənə bilərəm? Bugün bu videonu sizlərin soruşduğunuza və verdiyiniz suallara əsasən paylaşıram əzizlərim. Götürürsünüz 1 litr suya və 7 qaşıq sidr tozunu qarışdırırsınız. Bilirsiniz ki, sidr tozu hər yerdə var. Yəni dini mağazinlərdən söhbət gedir. Çünki bunda aldanmayın. Xına olaraq satırlar bəzi yerlərdə. Sidr tozu, yəni sidr yarpağı da var, amma indi bütün hər yerdə sidr tozunun, yəni yarpağın əzilmişini satırlar, sidr tozunu satırlar. Tökürsünüz 7 qaşıq, xörək qaşığı sidr tozunu qarışdırırsınız suyu və həmən suya 7 naz, 7 kövsər, 7 atil batil duasını, bir de 7 ayətəl kürsünü oxuyursunuz, üfürürsünüz suya. Bu su səhərdən axşama qədər qalır və axşamdan sonra bu suyu başlayırsınız 7 gün ərzində evə səpirsiniz. Evə, evin çölünə, bəzi insanlar var, məhləli evlərdə olur və bunu öz üzərinizə, başınızın üstündən də səpə bilirsiniz. 7-8 dəfə gün ərzində. Allah'a əmanət olun, Allah qəbul eləsin. Mütləq edin və aldım, qəbul etdim yazın yorumlarda.